Salam uşaqlar. Bugünkü dərsimiz 7-ci sinif fizika üçün yenilənmiş qiymətləndirmə tapşırıqların həllidir. Birinci yarım üzrə yekunlaşdırıcı tapşırıqlardan baxaq. Anlayışlardan hansı fiziki cəmiyyətdir? Alüminium maddədir, litr fiziki cəmiyyətin vahididir, həcmin vahididir, molekul hissəcikdir, buxarlanma fiziki hadisədir, kütlə fiziki cəmiyyətdir. Səbətə 3 ədəd 200 qramlıq yağ, 600 qram şəkər tozu, 750 qram pendir və 3 ədəd 350 qramlıq çörək qoydular. Səbətdəki ərzağın kütləsini hesablayın. 3 ədəd 200 qramlıq yağ, bu eləyər 600, 3 vur 200 eləyər 600, üstəgəl 600, şəkər tozu, üstəgəl 750, 3 ədəd 350 qramlıq, o da 3 vur 350 eləyər 1050 və bunları cəmləyərik. 1 yadda 12, 19, 1 də yadda 22 yadda 1, 2 də yadda 3, 3000 qram, o da eləyər 3 kiloqram. Diaqrama uyğun bəndləri müəyyən edin. Sürət və təcil. Vektorial cəmiyyətdir. Hər ikisi, bura 1 yazarıq. Vahidi metr böl saniyədir. Sürət, bura 2 yazarıq. Düzxətli bərabər sürətli hərəkəti xarakterizə edən cəmiyyətdir. Bərabər sürətli hərəkəti xarakterizə edən cəmiyyət sürətdir. Çevrə üzrə bərabər sürətli hərəkətdə istiqaməti dəyişir. Həm sürətin, həm təcilin istiqaməti nöqtədən nöqtəyə keçdikcə dəyişir. Məsələn, saat əqrəb istiqamətdə fırlanarsa, nöqtədən nöqtəyə keçdikcə həm sürətin istiqaməti, həm də təcilin istiqaməti dəyişir. 4'ü yazarıq. Oxşar vahidlərə sürətin dəyişmə yeyinliyini xarakterizə edən cəmiyyətdir. Bu da təcili. Cavabımız olar 2, 3, 5, 1, 4. Cavabımız olar A variantı. Avtomobilin sürətini hesablayın. Baxırıq, burada avtomobil 300 kilometr yol gəlmişdir. 300 kilometr yola 3 saat vaxt sərf eləmişdir. Onda onun sürətini tapmaq üçün V bərabərdir. S böl T yazarıq. Bərabərdir. Yol oldu 300 kilometr. 300 kilometrədə 3 saat vaxt sərf elədi. 300 böl 3 eləyər 100. Kilometr böl saat. 5-ci tapşırığımıza baxaq. Cisim A-dan B-yə hərəkət trayektoriyasına əsasən yol və yer dəyişməni hesablayın. Yol bilirik ki, ümumi trayektoriyanın uzunluğudur. L bərabərdir 4,5 üstəgəl 5. Bura yenə 4,5. Üstəgəl buradan bura kimi də 14. Bərabərdir. Bu eləyər 9. 9 plus 5, 14. 14 ilə bu 14 də eləyər 28 metr. Demək, yolumuz olar 28 metr. Yer dəyişmə cismin başlanğıc nöqtəsi ilə son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bura 14'dür. Bura 5'dirsə, burada 5'dir. 14 plus 5 eləyər 19. Yer dəyişməmiz də olar 19. Yol 28, yer dəyişməmiz 19. Cavabımız olar A variantı. Saniyə ölçənin mütləq xətasını nəzərə alaraq onun göstərişini müəyyən edin. Baxırıq, saniyə ölçənin göstərişi 10'dur. İndi mütləq xətanı tapaq. Bir bölgünün qiymətini taparıq. Buradan 10 çıx 5 eləyər 5. 10 ilə 5'in arasında da 5 bölgü var. 5'i də 5'e bölərik 1. Deməli, bir bölgümüz 1'dir. Onda xətada bir bölgünün yarısıdır. 1 bölünsün 2 eləyər 0,5. Deməli, 10 göstərişidir. 0,5 də onun xətasıdır. 10 plus minus 0,5. Cavabımız olar C variantı. Otağın hündürlüyü 3,2 metr. Döşəməsinin eni 4 metr, uzunluğu 5 metrdir. Otağın həcmini hesablayın. Otağın həcmini hesablamaqdan ötürü eni, uzunu, hündürlüyü bir-birinə vurmaq lazımdır. 3,2 vurulsun 4 vurulsun 5. Bərabərdir 3,2 vur 20. O da eləyər 33'ünü 2'yə vurarıq 64. Metrin kubu. Cavabımız olar A variantı. Cisim 2 saniyə ərzində sürətini 36 km saatdan 54 km saata qədər artırır. Cismin təcilini hesablayın.
Baxırıq cavablarımız metr böl saniyə kvadratı iləndir. Onda biz 36 kilometr saatda metr böl saniyə çevirərik. Bu çevirmələri artıq biz əvvəlki dərslərimizdən, yəni videolardan bilirik. 36 vur 1000 böl 3600 bərabərdir. Bunlar ixtisar edər, qalar 10 metr böl saniyə. 54 kilometr saatı çevirsə 54 vur 1000 böl 3600. Bu da eləyər 15 metr böl saniyə. Təcilin düsturunu yazarıq. A bərabərdir V çıx V0 böl T. 15 son sürətimiz çıxılsın, başlanğıc sürətimiz 10. 2 saniyədə vaxt sərf eləmişdi. Böl 2. 15 çıx 10 eləyər 5. 5 böl 2 eləyər 2,5 metr böl saniyənin kvadratı. Cavabımız olar C variantı. Mətni tamamlayaq. Baxırıq burada. Hərəkət edən cismin sürətinin istiqaməti dəyişir. Sürətin ədədi qiyməti isə sabit qalır. Deməli, sürətin istiqaməti dəyişirsə, sürətin ədədi qiyməti sabit qalır. Bu, çevrə üzrə hərəkətə uyğundur. Nöqtədən nöqtəyə keçdikcə sürətin istiqaməti dəyişir. Buraya yazarıq 4. Belə hərəkətdə cismin istiqaməti trayektoriyaya toxunan boyunca yönəlir. Buraya yazarıq 2. Hərəkət edən cismin sürətinin istiqaməti və ədədi qiyməti dəyişmir. Bu, düz xətli bərabər sürətlidə həm istiqaməti, həm də ədədi qiyməti dəyişmir. Buraya yazarıq 1. Hərəkətdə cismin istiqaməti dəyişmir, ədədi qiyməti dəyişir. Bu da düz xətli dəyişən sürətli. İstiqaməti dəyişmir, amma sürətin ədədi qiyməti dəyişir. Yəni sürətini artıra da bilir, azalda da bilir. Bu da olar 3. Deməli, cavabımız oldu 4, 2, 1, 3. 4, baxırıq bura 2, 1, 3 cavabımız olar C variantı. 10-cu tapşırığa baxaq. Sürətin zamandan asıllıq qrafikinə əsasən hərəkətə başlayandan 4 saniyə sonra cismin sürətini hesablayın. Baxırıq, sürətin zamandan asıllığıdır. Sürət sabitdir, yəni düz xətli bərabər sürətlə hərəkətdir. Sürətin ədədi qiyməti və istiqaməti dəyişmir. Hərəkətin sonuna kimi sürət 10 metr böl saniyə qalar. Cavabımız olar D variantı. Baxırıq, bura yolun zamandan asıllığı verilmişdir. Sürətlərin nisbətini tapın. Yazaq V1 bərabərdir. S1 bölünsün T bərabərdir. S1'ə yazarıq. Birinci cisim üçün getdiyi yol 20 metr və ona sərf etdiyi zaman 5 saniyə. 20 böl 5 eləyər 4 metr böl saniyə. İkinci cismin getdiyi yol 20 metr 10 saniyə vaxt sərf eləmişdir. V2 bərabərdir. S2 böl T. O da 20 böl 10. Bu da eləyər 2. Bizdən V1 böl V2'ni istəyir. V1'imiz oldu 4. V2'miz oldu 2. 4 böl 2 eləyər 2. Cavabımız olar A variantı. Cismə eyni zamanda 3 qüvvə təsir edir. Əvəzləyici qüvvəni hesablayın. Bilirik ki, qüvvələr eyni istiqamətdə onda toplanır. Onda F2 ilə F1 eyni istiqamətdədir. F2 plus F1 eləyər F2 ilə F1 biri 3'dür, biri 7'dir. Bu eləyər 10 Newton. F3 10 ilə əks istiqamətlidir. Onda biz bunların ikisinin cəmindən bu əks istiqamətdə olanı çıxmalıyıq. Onda 10 çıxılsın. Bu da 6 Newtondur. 10 çıx 6 eləyər 4 Newton. Cavabımız olar A variantı. Cəmiyyətlərdən hansı skalyar cəmiyyətdir? Qüvvə vektorialdır. Sahə qüvvə vektorialdır. Bizə skalyar lazımdır. Sahə skalyardır. Sürət vektorialdır. Təcil vektorialdır. Kütlə skalyardır. Yer dəyişmə vektorialdır. Cavabımız olar 3 və 4. Yol zaman qrafikindən istifadə edərək sürətlərin nisbətini tapın. Və yazarıq yenə S1 bərabərdir. V1 vur T. Oradan V1 bərabərdir. S böl T. Birinci üçün yazsaq. S1 böl T. 15 bölünsün 1. Baxırıq, birinci cisim 1 saniyə 15 metr yol getmişdir. 15 böl 1 eləyər 15. İkinci cismə baxırıq. 15 metr yolu 3 saniyə qət etmişdir. V2 bərabərdir. 15 böl 3. Bu da eləyər 5 metr böl saniyə.
Bizdən V1 böl V2 istəyir. Onda 15 böl 5 eləyər 3 metr böl saniyə. 15-ci tapşırığımıza baxaq. Oğlan 1.5 metr böl saniyə. Avtomobil isə 72 km/saat sürətlə hərəkət edir. Onlar arasındakı məsafə 215 metr olarsa, görüş vaxtını saniyə ilə hesablayın. Birinci biz hər ikisini eyni vahidə gətirməliyik. 72 km/saatı çevirək metr böl saniyə. Çünki burada yolumuz da metrləndir. Bərabərdir 72 vur 1000 böl 3600. Bunlar ixtisar gedər. Burada da qalar 2 vur 10 eləyər 20 metr böl saniyə. Qarşı-qarşıya gəldikləri üçün deməli 20 metr böl saniyə buradadır. 1.5 metr böl saniyə buradadır. 20 üstə gəl 1.5. Bu da eləyər 21,5 metr böl saniyə. 215 metr məsafəni nə qədər vaxta qət edərlər? T bərabərdir S böl V bərabərdir. S'in yerinə yazarıq 215 bölünsün 21,5. Sürət və məxrəci 10'a vurarıq. 2150 bölünsün 215. Bunlar da ixtisar gedər. Qalar 10 saniyə. 16-cı tapşırığımıza baxaq. Hansı ifadələr doğrudur? Neytral atomun nüvəsindəki zərrəciklərin ümumi sayı 38, nüvənin ətrafında elektronların sayı 16 olarsa. Deməli, baxırıq nüvədəki zərrəciklərin sayı 38 həm protonlarla neytronların cəmidir. Neytronların cəmi 38'dir. Nüvədə həm protonlar var, həm neytronlar. Elektronların sayı 16'dır. Neytral atomdursa elektronların sayı protonların sayına bərabərdir. Deməli, onda proton sayı da 16'dır. Onda biz buradan proton sayı 16 üstə gəl neytron sayını bilmirik. Bərabərdir 38. Buradan da neytronların sayı 38 çıxılsın 16. Bu da eləyər 22. Deməli, neytronların sayı, nüvədəki neytronların sayı 22'dir. Nüvədəki protonların sayı oldu 16. Nüvədəki protonların sayı 16. Deməli, düzgün cavablarımız 2 və 3. 17-ci tapşırığımıza baxaq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim P nöqtəsindən çıxır. Cismin sürətinin istiqaməti. Baxırıq, saat əqrəb istiqamətdə hərəkət edir. Onda P nöqtəsində sağa doğru, K nöqtəsində aşağıya doğru, L nöqtəsində sola doğru, M nöqtəsində yuxarıya doğru hərəkət edər. Baxırıq, K nöqtəsində aşağıya doğrudur. Aşağıya doğru 1'ədir. L nöqtəsində sola doğrudur. L nöqtəsinə A. M nöqtəsində yuxarıya doğrudur B. 18-ci tapşırığımıza baxaq. Deməli, şəkildə bir neçə cihaz təsvir olunmuşdur. Menzurkadır, civəli termometrdir, bir də xətkeşdir. Bu cihazların vasitəsilə hansı fiziki kəmiyyətləri ölçmək olar? Menzurka ilə həm mayələrin həcmini, həm də kiçik ölçülü bərk cisimlərin həcmini ölçmək olar. Termometrlə temperaturu ölçmək olar, xətkeşlə də uzunluğu ölçmək olar. Hər bir cihazın ölçü həddini və mütləq xətasını müəyyən edin. Ölçü həddi maksimum bölgülərin sayıdır. Ən yuxarıda olan bölgünü götürürük. Menzurka üçün ölçü həddi 250'dir. Termometr üçün ölçü həddimizə baxırıq burada. Deməli, onda biz buradan ən hündür bölgünün qiymətini tapmalıyıq. Çünki bura qədər bölgülənmişdir. Onda bizə bir bölgünün qiyməti lazımdır. 30'dan 20'ni çıxarıq. Eləyər 10. 2 bölgü var, onu da 2'yə bölərək. Deməli, hər aramız 5 dərəcə Selsidir. Onda burada olar 30, 35, 40. Deməli, termometrin maksimum ölçmə həddi 40 dərəcə Selsidir. Xətkeşin maksimum ölçmə həddi 4 santimetrdir. Mütləq xətalarını tapaq. Deməli, biz burada termometrin bir bölgüsünü tapdıq. Mütləq xətada bir bölgünün yarısıdır. Bu eləyər 2,5. Termometrin mütləq xətası 2,5. Menzurkanın bir bölgüsünü taparıq. 150 çıx 100.
Bu eləyər 50. 50-ni də bölərik bu xırda bölgülərin sayını. 10 da nədir? 50 böl 10 eləyər 5. Menzurkanın bir bölgüsü 5'dir. Xəta da bir bölgünün yarısıdır. 5 böl 2 eləyər 2,5. Deməli, menzurkanın da mütləq xətası 2,5'dir. Xətkeşə baxaq. Xətkeşdə də 2-dən 1'i çıxarıq. 1. 1'i də 10 bölgüyə bölərik. 1 böl 10 eləyər 0,1. Bir bölgünün qiymətini də yarıya bölərik. Yəni 0,1 böl 2. O da eləyər 0,5. Deməli, xətkeşin də mütləq xətası 0,5'ə bərabərdir. A və B cihazlarının mütləq xətası nəzərə alaraq göstərişini müəyyən edin. A və B cisimlərində baxırıq. Deməli, göstərişi baxaq indi burada. Tapdıq ki, bir bölgümüz 5'dir. Onda burada 50'dən sonra baxırıq ki, 4 bölgümüz var. 54'ü 5'e vurarıq 20. 50'nin də üstünə 20 gələrik, eləyər 70. Deməli, menzurkanın göstərişi 70'dir. B cihazına baxırıq. B cihazında da göstərişimiz görürük ki, burada da 20'dir. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Sağ olun.